yadımdan qalan bir pasiyentim barəsində danışacağam. Nəyə görə yadıma qaldı? Ona görə ki, bu həqiqətən də məndə çox böyük hisslər yaratdı. Bu təxmini bir 4 il, 5 il bundan qabaq cavan pasiyent idi. Şəkərli diabeti var idi. Təxmini 40-45 arası pasiyentimizin yaşı olardı. Və yanıma gələndə 2 gözdə kor idi və yaddaşım qədər onu qonşuları və yaxud dostları gətirmişdilər. Müayinədən sonra aydın oldu ki, çox təəssüf olsun bir gözünə kömək etmək ümumiyyətlə mümkün olmayacaq. Və onun bir gözünü əməliyyata götürdüm. Əməliyyat təxmini 2 saat çəkdi. Və əməliyyat zamanı damarlar ağappaq 2 saat da yaxın əməliyyat gedir və bəzən düşünürsən ki, Allahım, bu göz görəcəkmi? Ona görə ki, göz dibini o qədər bərbad vəziyyətdə idi ki, bəli, fəsadlar torluşa yerinə qoyuldu, hər bir şey oldu. Ancaq bu torluşanın keyfiyyəti, bu görməsinin keyfiyyəti bizə görmə verəcəkmi, yoxsa yox? Əməliyyat uğurla başa çatdı, pasiyentimizi evə yola saldı və 2 aydan sonra pasiyent özü gəldi. Yəni artıq onun əlindən heç kim tutmurdu. Heç kimə möhtac deyildi və mənə bir kəlmə işlədi ki, doktor, mən 2 ildən sonra öz övladıma özüm getdim, mağazadan çörək aldım. Bu məni çox təsirləndirdi.